Salam. Bugün sizinle birlikte çok maraqlı bir mövzunun dərinliyinə enəcəyik. Onu da deyim ki, bu araşdırmamız jobzones.co iş elanları, iş və namizəd axtarışı platformasının dəstəyi ilə hazırlanıb. Söhbətimiz deməli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci bölməsi. Yəni, əmək və icra intizamı barədə olacaq. Mənbəyimiz də birbaşa məcəllənin özüdür. Çalışacağıq ki, İş yerindəki bu nizam-intizam məsələlərini, tərəflərin hüquqlarını, vəzifələrini belə deyək aydınlaşdıraq. Gəlin başlayaq. İlk növbədə hər bir iş yerinin öz müəssəsə daxili intizam qaydaları var. Maddə 182-183. Bunlar elə-belə sənəd deyil, elə deyilmi? Hə, əlbəttə, onlar işin, belə deyək, ritmini təmin edir, əmək müqaviləsinə, qanuna əməl etmək üçün bir növ yol xəritəsidir. İş vaxtı, fasilələr, davranış qaydaları, hətta mükafatlar, cəzalar. Bəli, hamısı orada təsvir olunur adətən. Ən əsası odur ki, bu qaydalar məcəlləyə, yəni əsas qanuna zidd ola bilməz. Bu çox vacibdir. Tamamilə razıyam. Amma deyəsən, bəzi sahələr üçün daha xüsusi qaydalar da var. Düzdür. Bəzi sahələr var ki, orada məsuliyyət, bilirsinizmi, daha yüksəkdir. Ona görə xüsusi İntizam nizamnamələri tətbiq olunur. Maddə 184. Məsələn, dəmir yolu, rabitə, dəniz, hava nəqliyyatı, təhlükəli işlər, mədənçilik, neft, qaz, bu kimi yerlərdə səhvin nəticəsi ağır ola bilər axı. Aydındır. Yəni daha sərt rejim tələb olunur. Bəli. Amma vacib bir məqam var. Bu xüsusi nizamnamələr baxmayaraq ki, intizam məsələlərində məcəllədən fərqli ola bilər, amma digər bütün əmək hüquqları, məsələn, məzuniyyət, əmək haqqı, bunlar yenə məcəllə ilə tənzimlənir. Yalnız intizam fərqlənə bilər. Maraqlıdır. Bəs bu nizamnamələr necə qəbul edilir? Hə, o da maraqlıdır. Onlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən, amma mütləq həmkarlar ittifaqlarının iştirakı ilə qəbul edilir. Yəni, işçilərin də nümayəndələrinin rəyi alınır. Deməli, qaydalar var, həm ümumi, həm xüsusi. Yaxşı, bəs qaydalara əməl edənlər, işini yaxşı görənlər necə həvəsləndirilir? Yəqin ki, bunun da bir yolu var. Əlbəttə. Maddə 185 məhz bu barədədir və imkanlar həqiqətən genişdir. İşə götürən yaxşı işçini müxtəlif üsullarla mükafatlandıra bilər. Məsələn? Məsələn, pul mükafatı verə bilər, dəyərli hədiyyə bağışlaya bilər, əlavə məzuniyyət günləri verə bilər, maaşını əlavə edə bilər. Hətta daha yaxşı sığorta, sanatoriya yollayışı. Bəli, hətta dövlət təltifinə belə təqdim edə bilər. Yəni, qanun işə götürənə işçini motivasiya etmək üçün, belə deyək, xeyli alət verir. Bax, bu əsl həvəsləndirmədir. Çox yaxşı. İndi gələk biraz da xoşa gəlməz tərəfə. Qaydalar pozulanda nə baş verir? İntizam məsuliyyəti deyilən bir şey var, eləmi? Maddə 186. Bəli, təəssüf ki, pozuntular da olur. Maddə 186 intizam məsuliyyətini və tətbiq oluna bilən tənbih növlərini müəyyən edir. Yəni, işçi vəzifəsini, tapşırığını yerinə yetirmədikdə, ya da keyfiyyətsiz yerinə yetirdikdə, yaxud daxili qaydaları pozduqda. Nə kimi tənbihlər ola bilər? Deməli, bir neçə variant var. Birincisi, töhmət, bu rəsmi xəbərdarlıq kimidir. İkincisi, sonuncu xəbərdarlıqla şiddətli töhmət. Bu artıq daha ciddidir. Adətən təkrar pozuntu olarsa, növbəti addımın daha sərt olacağına işarədir. Cərimədə var deyəsən. Var, amma bir şərtlə. Əgər kollektiv müqavilədə nəzərdə tutulubsa, işə götürən aylıq əmək haqqının 1/4-dən, yəni 25%-dən çox olmamaq şərti ilə cərimə edə bilər. Və ən ağır hal yəqin ki, işdən çıxarılmaqdır. Bəli. Ən son tədbir məcəllənin 70-ci maddəsinin Ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsidir. Bu, adətən işçi öz vəzifələrini və ya daxili qaydaları kobud şəkildə və ya mütəmadi olaraq pozduqda baş verir. Amma vacib bir məqam var. İşə götürən qərar verərkən, yəni tənbih növünü seçərkən, vəziyyəti, pozuntunun ağırlığını, işçinin əvvəlki fəaliyyətini, peşəkarlığını, hətta şəxsiyyətini nəzərə almalıdır. Hə, yəni kör-körənə cəza verilmir. Düzdür. Hətta rəsmi tənbihdən əvvəl şifahi və ya yazılı xəbərdarlıq da etmək olar. Amma bu, hələ rəsmi tənbih sayılmır. Daha çox, belə deyək, bir şans vermək kimidir. Bəs bu tənbihlərin verilməsi prosesi necə gedir? Yəqin ki, bunun da öz qaydası var.
Maddə 187, 189 deyəsən bu barədədir. Əlbəttə, proses çox aydın şəkildə təsvir olunub. Birinci addım, işçidən yazılı izahat tələb olunur. Niyə belə etdiyini izah etsin. Bəs işçi imtina etsə izahat verməkdən? Bu prosesi dayandırmır, sadəcə aktlaşdırılır ki, işçi izahat verməkdən imtina etdi. Bundan sonra tənbeh verilə bilər. Tənbehin verilmə müddəti də var. Pozuntu aşkar edildiyi gündən sonra 1 ay ərzində verilməlidir. Amma işçi xəstə idisə, məzuniyyətdə və ya ezamiyyətdə idisə, o müddət bu 1 aya daxil edilmir. Zaman məhdudiyyəti də var deyəsən. Yəni hadisədən çox sonra cəza vermək olmaz. Bəli, çox vacib məqamdır. Pozuntunun törədildiyi gündən 6 ay keçibsə, artıq tənbeh vermək olmaz. Maliyyə yoxlamaları nəticəsində aşkar edilən pozuntular üçünsə bu müddət 2 ildir. Bir pozuntuya bir cəza prinsipi də var, səhv etmirəmsə. Tamamilə doğrudur. Hər bir konkret pozuntuya görə yalnız bir intizam tənbeh növü tətbiq oluna bilər. Yəni, eyni səhvə görə həm töhmət, həm də cərimə proseduru olmaz. Və tənbeh rəsmi əmrlə, sərəncamla, qərarla verilir. İşçi işdə olduğu gün bu əmrlə tanış edilməlidir, imza etməlidir ki, tanış oldum. Əmrdə də işçinin şərəf və ləyaqətini alçaldan ifadələr olmamalıdır. Bu da qanunun tələbidir. Bütün bu prosesdə ən kritik məqamlardan biri də yəqin ki, bu tənbihi verməyə kimin səlahiyyətinin olmasıdır. İstənilən rəhbər verə bilər? Yox, əlbəttə ki, yox. Maddə 188 bunu çox dəqiq müəyyən edir. Səlahiyyət yalnız işə götürənin özündədir. Yəni, kimin ki, işə qəbul etmək, işçinin vəzifəsini dəyişmək və ya işdən azad etmək səlahiyyəti var, məhz o şəxs tənbih verə bilər. Yəni, şirkətin direktoru və ya onun səlahiyyət verdiyi şəxs. Bəli, bu səlahiyyət əsaslandırılmaqla, məsələn, işə götürənin muavininə və ya hər hansı bir struktur bölmənin rəhbərinə həvalə edilə bilər. Amma əsaslandırılmalıdır. Başqa bir şəxs, məsələn, bilavasitə rəhbər, amma işə qəbul çıxarma səlahiyyəti olmayan biri tənbih verərsə, o tənbih qüvvəsiz sayılır. Aydındır. Bəs verilən tənbihin bir müddəti varmı, yoxsa ömürlük qalır? Yox, əbədi deyil. Maddə 190-a görə intizam tənbihinin qüvvədə olma müddəti 6 aydır. Tənbih verilən gündən hesablanır. Yəni 6 aydan sonra avtomatik silinir. Bəli, əgər işçi bu 6 ay ərzində yeni bir intizam pozuntusuna yol verməzsə, tənbih qüvvədən düşmüş sayılır. Amma daha yaxşı halda var, əgər işçi bu müddətdə özünü həqiqətən yaxşı tərəfdən göstərərsə, nümunəvi davranış sərgiləyərsə, işə götürən tənbihi 6 ay tamam olmadan da ləğv edə bilər, bu işə götürənin hüququdur. Bəs işçi tənbihlə razı deyilsə, məsələn, haqsız hesab edirsə? Son hüququdur. Bir də çox maraqlı bir məqam var idi bayaq dediyimiz həvəsləndirmə ilə bağlı. Əgər tənbih qüvvədə olduğu 6 ay ərzində işçi hər hansı bir həvəsləndirmə tədbiri ilə pul mükafatı, təşəkkürnamə və s. ilə mükafatlandırılarsa, həmin gündən onun tənbihi avtomatik olaraq qüvvədən düşmüş sayılır. Hə, bu maraqlıdır. Deməli, mükafat cəzanı silir bir növ. Bəli, sistemin həm cəzalandırıcı, həm də, belə deyək, islah edici, bağışlayıcı tərəfinin olduğunu göstərir. Yəni, əsas məqsəd işçini cəzalandırmaq yox, intizamı təmin etmək və düzgün davranışa həvəsləndirməkdir. Göründüyü kimi, əmək məzəlləsi iş yerindəki bu nizam-intizam məsələlərini həqiqətən də çox detallı tənzimləyir. Həm işə götürənin, həm də işçinin hüquq və vəzifələri aydın göstərilib. Sağlam iş mühitinin və münasibətlərinin yaranması isə çox vaxt elə ən başdan düzgün işçi ilə düzgün işə götürənin bir-birini tapmasından başlayır. Və bu məqamda jobzones.co kimi platformalar çox kömək olur, prosesi asanlaşdırır, strukturlaşdırır. Bəli, tamamilə doğrudur. Yekun olaraq onu deyə bilərik ki, bu bölmə, yəni əmək və icra intizamı iş münasibətlərinin, belə deyək, sivil qaydada davam etməsi üçün çox vacibdir. Həm qaydaları müəyyən edir, həm pozuntu hallarında prosedurları, həm də yaxşı işə görə mükafatlandırmanı. Sonda isə gəl bir düşünək. Səncə, kağız üzərində bu qədər aydın və detallı yazılmış bu qaydalar, prosedurlar real iş həyatında, müəssisələrdə nə dərəcədə dəqiq, ardıcıl və ədalətli şəkildə tətbiq olunur? Bu, bəlkə də ayrı bir müzakirə mövzusudur. Verilişimizə qaldığımız yerdən ikinci mövzumuz üzrə davam edirik. Bəli. Bugün sizinlə Əmək Məcəlləsinin açığı çox vacib bir hissəsini müzakirə edəcəyik. Elədir.
İşə götürən və işçinin qarşılıqlı maddi məsuliyyəti. Yəni, kim kimə nə vaxt və nə qədər borclu qalır. Mənbəyimiz belə Əmək Məcəlləsinin özüdür. Bəli, bu bölmə əslində əmək münasibətlərində kiminsə digərinə vurduğu ziyana görə, necə deyim, məsuliyyət qaydalarını müəyyən edir. Yaxşı, bəs bu məsuliyyət nə vaxt yaranır? Hər ziyan vurulanda? Yox, elə deyil. 3 əsas şərt olmalıdır ki, maddi məsuliyyət yaransın. Birincisi, həqiqətən bir ziyan olmalıdır. Real, ölçülə bilən bir ziyan. Hə, İkincisi, təqsirkarın hərəkəti qanuna zidd olmalıdır. Yəni, qaydalara uyğun olmamalıdır. aydındır. Və üçüncüsü, bax bu vacibdir, həmin o qanuna zidd hərəkətlə vurulan ziyan arasında birbaşa səbəbli əlaqə olmalıdır. Bunlar hamısı məcəllənin 191-ci maddəsində var. Deməli, səbəb-nəticə əlaqəsi şərtdir. Mütləq və məsuliyyət ziyan aşkar olunan kimi başlayır. Bir də maraqlı məqam. Hər tərəf öz təqsirsizliyini sübut etməlidir. Yəni, günahın yoxdursa sübut elə. Bu da 192-ci maddədədir. Maraqlıdır. Yəni, mən eləməmişəm demək kifayət deyil, sübut da etməlisən. Bəs işə götürən tərəfdən baxaq, hansı hallarda işə götürən işçiyə vurduğu ziyana görə məsuliyyət daşıyır? Nələrdir o hallar? Əmək Məcəlləsinin 195-ci maddəsi bax bu halları sadalayır. Məsələn, çox rast gəlinən hal, işçini qanunsuz işdən çıxarmaq və ya başqa işə keçirmək. Bu aydındır. Sonra, əməyin mühafizəsi qaydalarına əməl edilməməsi. Tutaq ki, təhlükəsizlik təmin olunmayıb və işçinin sağlamlığına ziyan dəyib. Bu da tam məsuliyyətdir. Bəs işçinin əşyaları, məsələn, paltarı, telefonu iş yerində zədələnsə, Əgər işə götürən o əşyaların qorunmasını təmin etməli idisə və etməyibsə, bəli, ona dəyən ziyana görə də məsuliyyət daşıyır. Sonra, əmək haqqı məsələləri, düzgün hesablanmaması, gecikdirilməsi. hətta işdən çıxandan sonra da məsuliyyət yarana bilər. Bəli, əgər işdən çıxmış işçi haqqında yalan, böhtan xarakterli məlumatlar yayılarsa və ya daha ciddi hal, işçi seksual qısnamaya məruz qalıbsa, bu hallarda da işə götürən tam maddi məsuliyyət daşıyır. Deməli, hallar çoxdur. Bəs ziyanın məbləği necə müəyyən edilir? O da 196-cı maddədə göstərilib. Ya real bazar qiymətləri ilə hesablanır, ya da məhkəmə qərarı ilə müəyyən olunur. Yaxşı, tutaq ki, ziyan var, işçi neynəməlidir? Birbaşa məhkəməyə? Yox, 197-ci maddə deyir ki, işçi əvvəlcə işə götürənə müraciət etməlidir. Söhbət edib həll etməyə çalışmalıdırlar. Əgər razılığa gələ bilməsələr, bax onda məhkəməyə üz tuta bilər. Aydındır. İndi gələk işçinin məsuliyyətinə. İşçi işə götürənə ziyan vuranda vəziyyət necə olur? O da həmişə tam ödəməlidir? Yox, burada ümumi qayda fərqlidir. Əsasən işçi vurduğu ziyana görə, necə deyim, limitli məsuliyyət daşıyır. Yalnız bir aylıq orta əmək haqqı məbləğinədək. Bu 198-ci maddədədir. Yəni, səhvən bahalı bir şeyi xarab etsə belə, maksimum bir aylıq maaşı qədər tutula bilər. Ümumi qayda budur, bəli. Amma elə hallar var ki, işçi də tam maddi məsuliyyət daşıyır. Və bu hallar 199-cu maddədə sadalanıb. Hansılar da o hallar? Məsələn, ən əsası, əgər işçi ilə tam maddi məsuliyyət haqqında xüsusi yazılı müqavilə bağlanıbsa. Bu, adətən ambardar, kassir kimi vəzifələrdə olur. 200-cü maddə də buna həsr olunur. Hə, belə müqavilələr olur, bilirəm. Sonra, əmlakı etibarnamə və ya başqa bir dəfəlik sənədlə qəbul edibsə, məsələn, sürücüyə maşın təhvil verilir. Ziyan, cinayət və ya inzibati xəta nəticəsində vurulubsa. Kinli yaşına çatmayanlar, onlar üçün fərq var? Var, əlbəttə. Onlar yalnız 3 halda tam məsuliyyət daşıyırlar. Ziyan qəsdən vurulubsa, sərxoş vəziyyətdə törədilibsə, ya da əməl cinayət və ya inzibati xəta tərkibli olubsa. Digər hallarda məsuliyyətləri yoxdur və ya məhduddur. Başa düşdüm. Deməli, əsasən niyyət, səbəb və ya xüsusi razılaşma rol oynayır. Yaxşı, bəs elə hal ola bilərmi ki, işçi ziyan vursun, amma heç məsuliyyət daşımasın? Məsələn, təbii fəlakət zamanı nəsə qırılsa. Əlbəttə, məcəllə bunu da nəzərə alıb. 201-ci maddə. Birincisi, sizin dediyiniz kimi qarşısı alınmaz qüvvə. Təbii fəlakət, qəza, yəni işçinin iradəsindən asılı olmayan hallar. Hə. İkincisi, normal istehsalat təsərrüfat riski deyilən bir anlayış var. Yəni, işin öz xarakterindən irəli gələn, qaçınılmaz, kiçik itkilər. Amma bu risk normal həddə aşmamalıdır. Üçüncüsü, Son zərurət və ya zəruri müdafiə.
Məsələn, daha böyük ziyanın qarşısını almaq üçün məcburən nəsə edirsən. Və bir də maraqlı məqam var. İşçi, işə götürənin əldən çıxan gəlirinə, yəni ala biləcəyi amma almadığı mənfəətə görə məsuliyyət daşımır. Necə yəni? Tutaq ki, işçinin səhvi uzbatından bir müqavilə bağlana bilmədi. İşə götürən oradan qazana biləcəyi pula görə işçidən tələb elə bilməz. Yalnız o halda istisnadır ki, məhkəmədə sübut olunsun ki, işçi bunu qəsdən edib. Sırf işə götürən gəlir əldə etməsin deyə. Çox incə məqamdır. Ziyanın məbləği necə hesablanır bəs? Faktiki itkilər və bazar qiymətləri əsasında. Bu da 202-ci maddədədir. İşə götürən mütləq araşdırma aparmalıdır. İşçidən izahat almalıdır. Bu da vacib şərtdir. 203-cü maddə. İşçi razılaşsa, könüllü ödəyə bilər. Bəli, 204-cü maddə buna imkan verir. Hətta hissə-hissə ödəmə barədə də razılaşa bilərlər. Bəs razılaşmasa və ya məbləğ çox olsa? Əgər ziyan orta əmək haqqından çox deyilsə, işə götürən öz əmri ilə işçinin maaşından tuta bilər. Amma məbləğ bir aylıq maaşdan çoxdursa və ya işçi ümumiyyətlə məbləğlə ya da məsuliyyətlə razı deyilsə, o zaman məsələ yalnız məhkəmə qaydasında həll edilməlidir. İşə götürən birbaşa tuta bilməz. Bu da 205-ci maddə. Məhkəmə məbləği azalda bilərmi? İşçinin vəziyyətini nəzərə alıb? Bəli, 206-cı maddə məhkəməyə bu hüququ verir. Məhkəmə işin konkret hallarını, işçinin təqsirinin dərəcəsini, maddi vəziyyətini nəzərə alıb, ziyanın məbləğini azalda bilər. Təbii ki, əgər ziyan qəsdən və ya sərxoş vəziyyətdə vurulmayıbsa. Deməli, kifayət qədər əhatəli və, belə deyək, detallı tənzimlənib bu məsələlər bugün Əmək Məcəlləsinin maddi məsuliyyətə dair həqiqətən çox vacib məqamlarına toxunduq. Ümid edirik ki, dinləyicilərimiz üçün də faydalı oldu. İnşallah. Çünki bu qaydaları bilmək, təkrar edirəm, həm işçilər, həm də işə götürənlər üçün çox önəmlidir ki, hüquqlarını bilsinlər və mübahisələr minimuma insin. Diqqətinizə və bizi dinlədiyinizə görə təşəkkür edirik. Verişimizdə başqa hansı mövzular haqqında danışmağımızı istərdiniz? Söhbətimizin mövzusu barədə və ya digər suallarınızı info@jobs.co e-mail ünvanına göndərə bilərsiniz və ya elə şərh bölməsində yaza bilərsiniz. Həmçinin, əgər arzuladığınız işi tapmaqda çətinlik çəkirsinizsə, Jobson MMC-nin təqdim etdiyi jobsons.co platformasından istifadə etməyə dəvət edirik. Unutmayın şüarımızı. İş axtaran minlərlə insanın varlığı bizə kifayət edir. Bizimlə əlaqə üçün web saytımız jobsons.co, e-mail info@jobsons.co, telefon +994 55 424 81 26. Layihə meneceri Mir İsmail Qurbanlıdır. Ünvanımız isə Bakı şəhəri Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 71. Gələn həftənin eyni günündə, eyni saatında görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Bizi izləməyə davam edin. Və bir sual da sizə. Görəsən, real həyatda bu qaydalara nə dərəcədə əməl olunur? Bu barədə də düşünməyə dəyər. Sağ olun.